Deməli, məhlullarda elektrik cəryanı və yaxud da elektrolitlərdə elektrik cəryanı. Uşaqlar, burada biz nəyə fikir veririk? Məhlullarda elektrik cəryanı biz yazdığımız zaman burada bir şeyə fikir veririk. Burada istifadə edəcəyimiz cihazı elektrolitik vannadır və belə bir elektrik dövrəsidir. İndi gəlin burada baxaq. Distillə olunmuş sudan gənclər cəryan keçmir. Yəni biz bura qaynadıb vannanın içərisinə su töksək, bu vannanın içərisinə buradan cəryan keçməyəcək. Amma mən nə edirəm? Kuprum xlor 2-ni ilə məhlulu qarışdırıram. Yəni duz formasında töküb qarışdırırıq. Bu zaman görürük ki, ampermetr orada cəryan göstərir. Aydın oldu? Buna bəs səbəb nədir? Bunları da gəlin deyək. Bu anoddur uşaqlar, müsbət qütb. Bu isə katoddur. Aha. Bunlarda yük daşıyıcılar nələrdir gənclər? Yük daşıyıcılar məhlullarda deməli müsbət və mənfi ionlardır. Niyə görə müsbət və mənfi ionlardır? İndi deyəcəm sizə. Və burada elektrolitik dissosiasiya baş verir. Yəni cəryan keçən zaman burada ionlara ayrılma baş verir. Müəllim, necə olur o? Bax, biz buradan cəryanı qoşduğumuz zaman uşaqlar, cəryan buradan gəlir, gözəl gəldi. Və siz bunu qarışdırmısınız axı duzla suyu qarışdırmısınız. İçində kuprum, yəni mis müsbətdir, xlor mənfidir. Bu zaman nə baş verir? Xlorlar gəlir, yığılır anodun üzərinə. Aydın oldu. Bax, xlorlar gəlib yığılır anodun üzərinə. Bu kuprumlar, yəni müsbətlər də gəlib yığılır hara? Katodun üzərinə. Aydın oldu. Yəni müsbət mənfiyə, mənfi də müsbətə doğru getdi. Ayrıldı, ionlarına ayrıldı. Düzdürmü? Buna deyirlər ionlaşma enerjisindən istifadə edir. Yəni, ionlaşmış atomlardır bunlar. Bunu biz tapdığımız zaman N bölünsün N vurulsun 100% ilə tapırıq. Bu formada yazırıq. Elektrolitik dissosiasiya hadisəsi deyilir buna. Aydın oldu uşaqlar. Yəni, elektrik cəryanı təsiri ilə məhlulda duzların parçalanması elektrolitik dissosiasiya adlanır. Yəni elektroliz hadisəsi baş verir burada. Və bu zaman ampermetrimiz cəryanı göstərmiş olur dövrədə. Aha. İndi burada baxın. Kuprum plusdur. Plus ionlara deyirlər kationlar. Xlor mənfidir. Mənfi ionlara deyirlər anionlar. Anion yəni ionun əksi. Aydın oldu? Anion. Ay müəllim, bunlarda Ohm qanunu ödənilirmi? Bəli, təbii ki, dövrədən cəryan keçirsə, rəhmətliyin qanununu biz xatırlamalıyıq. Yəni, Ohm qanunu biz burada deməliyik. İndi gəlin asıllara baxaq. Biz demişdik ki, Ohm qanununda cəryan şiddəti gərginlikdə necə asılı idi? Düz asılı idi, eləmi? Amma burada fikir verin, gərginliyi dahi buradan çəkmirsiniz. Bax, qrafik buradan çəkilir. Müəyyən bir qiymətindən başlayır cəryan yaranmağa dövrədə. O da niyə görə uşaqlar belədir? Bax, siz bu suda müəyyən bir gərginlik veririk. Aydın oldu. Amma gərginliyin elə bir qiymətinə gəlib çatırıq ki, o zaman ionlara ayrılma hadisəsi baş verir. Aydın oldu. Elə bir suda başlayırsa onlar titrətməyə, kiçik titrəyişlərdə, yəni kiçik gərginliklərdə onlar parçalanmır. Gərək müəyyən bir qiymətə qədər neyiniyəsən, gərginliyi artırasan ki, orada nə ala biləsən? Cəryan şiddətini ala biləsən. Aydın oldu. Bax, hələ bil ki, uşaqlar, belə deyək də sizə, suyun üstündə məsəl üçün gəzirsiniz, belə deyək də dənizdə. Biri var, dayaz yerdə gəzirsən, biri də var, dərin yerdə gəzirsən dənizdə. Təbii ki, siz dərin yerdə gəzdiyiniz zaman daha çox güc sərf eləməlisiniz. Düzdə hərəkət eləmək üçün də, yəni su hərəkət eləsin. Amma dayaz yerdə olanda isə daha az güc sərf eləyirsiniz. Aydın oldu. İndi bizdə də bu elektronları suyun içində, yəni ionları daha doğrusu da atomları dissosiasiya eləmək üçün suya müəyyən bir gərginliyi verməliyik. O, yəni elə sıfırdan başladım, o dəqiqə cəryan yanında elə bir söhbət yoxdur. Gərginliyi artırırsan, voltla gərginliyi verirsən, ondan sonra dissosiasiya olur və cəryan yaranmış olur. Aydın oldu? Bəs yaxşı. Bəs yaxşı. Mən bir buranı silim. Müqavimətin özü temperaturdan görəsə necə asılıdır? Müqavimət. Bayaq metallarda demişdik düz asılıdır. Bunlarda isə uşaqlar tərs asılı olacaq. Bax, bu formada. Və onlar üçün alfa sıfırdan kiçikdir. Yəni temperaturun müqavimət əmsalı, müqavimətin daha doğrusu temperatur əmsalı sıfırdan kiçikdir. Və eyni ilə xüsusi müqavimət də, yəni temperaturdan tərs asılıdır. Temperaturdan bu formada asılıdır.
Aydın oldu? Yəni siz bunları qızdırdığınız zaman nə baş verir? Temperatur aşağı düşür. Gəlin belə düşünək uşaqlar. Bax, biri var ki, qəndi götürürsən, soyuq çayın içərisinə atıb qarışdırırsan. Bir də var qəndi götürürsən, qaynar çayın içərisinə qarışdırırsan, şirin çay eləyirsən. Hansında daha tez həll olacaq? Qaynar suda yoxsa soyuq suda? Ay sol, qaynar suda. Ona görə də uşaqlar, yəni temperatur artanda elektrik cərəyanı oradan qəşəng keçir. Aydın oldu? Yəni o yük daşıyıcılar çəkdimi bayaqlarım, kuprumxlar daha asan parçalanır. Aydın oldu? Qənd kimi də belə düşünün, daha asan parçalanır və o da cərəyanın artmasına səbəb olur. Aydın oldu? Yəni temperatur artanda elektrolitlərdə, məhlullarda cərəyan şiddəti nə elədi? Temperatur artanda artdı, amma müqavimət nə elədi uşaqlar? Azaldı. Aydın oldu? Yəni bu bizə. İndi məhlullardan dedik ki, cərəyan keçərkən o bir elektrodlar çəkdimi, orada katod, anod, gördünüz də bayaqlarım. Uşaqlar, onların üzərində yüklər yığılır. Yəni kuprum, xlor, gördünüz də orada yığılmağa başladı da. Dedik bu hadisə elektrolit hadisəsidir və onlar üzərində yığılan kütləni, yəni yüklərin kütləsini tapmaq üçün bir dənə fizik var, Faraday. Yəqin ki adını eşitmisiniz. Faraday deyir ki, Faradayın birinci qanununda nə deyilir? Yəni bu hadisə üçün verib qanunları, elektrolit hadisəsi üçün qanunlar verir. Deyir, orada yığılan yük, yəni M bərabərdir K vurulsun Q-yə. Burada M nədir? M kütlədir. Q yüktür, elektrik yüküdür. K da burada nədir uşaqlar? Elektrokimyəvi ekvivalent. Elektrokimyəvi ekvivalent. Ekvivalent. Aha. M bərabərdir KQ şəklindədir. Və burada yadda saxlayan K sabit olsa, yəni daha doğrusu K sabitdir, yəni onda M Q-də necə asılıdır? Bu formada aydın oldu. Alfa və biz buradan K-nı tapsaq, M-i Q-yə böləcəyik. M bölünsün Q. Bu da bizə bucağın tangensini verir. Mən sizə demişdim, yuxarı ox, aşağı oxa böləndə bu sizə tangensi verir. Onda mən buradan 3 dənə belə xətt keçirsəm, bax bu elə olsun 1, bu olsun 2, bu da olsun 3-cü. Biz bunların K-ları müqayisə eləsək, uşaqlar, elektrokimyəvi ekvivalentləri müqayisə eləsək, o zaman bucağı böyük olan böyük, kiçik olan kiçik sayılacaq. Yəni K1 böyükdür K2-dən, o da böyükdür K3-dən. Bu formada da sizə suallar gələ bilər. K-nın vahidinə buradan baxsaq, olacaq 1 kiloqram bölünsün nəyə? 1 kulona. Kulon da bilirsiniz ki, cərəyan şiddətinin belə bir düsturu var idi. Daha doğrusu Q-nun belə bir düsturu var idi. I vurulsun T. İt düsturu demişdik biz buna. Və buradan biz Q-nu tapanda cərəyan şiddətinin vahidi amperdir, zaman da saniyədir. Onda biz yaza bilərik bunun yerinə kiloqram bölünsün amper vur saniyə. Bu nəyin vahidi oldu? Elektrokimyəvi ekvivalenti. Aha, bura qədər sual var uşaqlar Faradayın birinci qanunundan. Xeyr, məndə yoxdur. Aha, yəni bu katod və anod üzərində yığılan kütlədən burada söhbət gedirdi. İndi gəlin biz yazdığımız o K bərabərdir. Daha doğrusu M bərabərdir K vurulsun Q düsturunda. Q-nun yerinə IT yazaq. I vurulsun T. Uşaqlar, mən I-nin yerinə U bölünsün R yaza bilərəm də, düzdür? Bu formada yaza bilərəm də. Deyər, kim bunu mənə qadağa eləyə bilər ki? İndi buradan M U-dan necə asılıdır? Müqavimət sabit olsa, təbii ki, o zaman M U-dan düz asılı olacaq. Yəni burada R konstantdır qrafikdə. Və biz M üçün yazdıq. M bərabərdir K vurulsun Q və yaza bilərik nə? K vurulsun enerji bölünsün gərginlik. Yəqin ki, bu enerjinin düsturu yadınıza düşdü. Q vurulsun O. Biz bunu keçmişdik sizlə elektrik bəhsində. Enerji bölünsün W. Onda enerjinin sabit qiymətində isə uşaqlar kütlə, yəni M, gərginlikdən tərs asılı olacaq. Deməli, yığılan kütlənin iki cür asılılığı var. Hansılardır? Müqavimət sabit olsa MU-dan düz asılı olacaq. Yox, əgər enerji sabit olsa, o zaman MU-dan tərs asılı olacaq. Burada da yazıram, W konstantdır burada.
Tamam. Bu oldu bizim birinci qanunumuz. Yəni Faradayın birinci qanunu bu da burada tamamlandı. İndi uşaqlar keçirik ikinci qanuna. Bununla da məhlullarda elektrik cərəyanı bölməsi bitiririk. İkinci qanun. İkinci qanun uşaqlar deyir ki, K, yəni elektrokimyəvi ekvivalent nə M-dən, nə də Q-dən asılı deyil. Aydın oldu? Bəs onun asılı olduğu kəmiyyətlər nələrdir? Bilirəm, ağlınıza suallar gəldi. K bərabərdir 1 bölünsün Y vurulsun N-a vurulsun M bölünsün N-ə. Müəllim, burada Y nədir? Y elektronun yüküdür. N-a Avogadro ədədidir. Böyük Y molyar kütlədir. N də burada valentlikdir. Valentlik. Və uşaqlar, buradan siz bir şey, yəni baxmalısınız ki, elektrokimyəvi ekvivalent dediyimiz K kəmiyyəti molyar kütlə ilə düzmün tənasib asılıdır. Amma elektrokimyəvi ekvivalent kimyəvi ekvivalentlə, yəni adi valentliklə tərs asılıdır. Aydın oldu uşaqlar. Bir daha deyirəm, K M-lə düz asılıdır, amma K N-dən tərs asılıdır. Bunları gözəl bir şəkildə yadımızda nə edirik? Saxlayırıq. Tamam. Aydın oldu uşaqlar. Bəli. Aha, çox gözəl, əla, bravo sizə. Bu da oldu məhlullarda elektrik cərəyanı, yəni bunu da burada bitirmiş olduq. İndi mən sizə keçirəm sual-cavaba.